Bundan əvvəlki videoda start menüsü haqqında, yəni başla menüsü haqqında danışdıq. İndiki menüdə isə istəyirəm tapşırıqlar panelinin tənzimləmələri haqqında danışım. Tapşırıqlar panelinin ümumiyyətlə tənzimləmələrinə girmək üçün mouse'un sağ düyməsini panelin üstündə basırıq və svojstvanı seçirik. Yeni açılan pəncərə artıq bizə tanışdır. Bundan əvvəlki videoda menü puskun tənzimlərini göstərmişdik. İndi isə keçirik tapşırıqlar panelinin tənzimləmələrinə. Gördüyünüz birinci seçim Zakritis panel zadaç. Onun üçün bunun qarşısında quş var ki, əgər biz bu quşu çıxardıb primitiv eləsək, sadəcə mouse'un sağ düyməsini basmaqla tapşırıqlar panelinin ekranın istənilən hissəsini ata bilərik. Sağa, yuxarı, sola və yenidən aşağı. Məsəl üçün, sadəcə mouse'un sağ düyməsini basmaqla sağa, sola mişqanı hərlədirsiniz və istədiyiniz yerə düşür. Bu ona görə elə Zakritis eləyirlər ki, yəni yapışıb burada qalsın. İkinci seçim isə avtomatik skroll panel zadaç, yəni bunu seçsək, belə deyək. Gördüyünüz kimi bizim ehtiyacımız olmadığı sürəcə o aşağıda olacaq, yəni görsənməyəcək. Ancaq mouse aşağı gətirsək, gördüyünüz kimi artıq peyda olur. Bu o qədər də rahat olmadığından adətən standart seçimlərdə heç vaxt olmur. Ancaq siz istəsəz seçə bilərsiniz. İkinci seçim isə, daha doğrusu üçüncü seçim isə использовать маленькие значки. Burada gördüyünüz işarələrin ümumiyyətlə tapşırıqlar panelinin balaca olmağından görədir. Məsələn, məndə notebook olduğundan ekran balacadır və mən ona görə bu seçimi seçmişəm. Əgər bunu belə deyək, qaytarsaq, gördüyünüz kimi çox böyük olur. Həm panelin özü, həm onun üstündəki ikonlar böyüyür. Məndə notebook olduğundan elə də rahat deyil. Ona görə azaldır. Bu isə положение paneli zadacına ekranı, yəni tapşırıqlar panelinin ekrandakı yeri, belə deyək. Aşağı, yuxarı, sol, sağ, yəni bütün seçimlər var. Bayaq göstərmişdim. Məsəl üçün indi yenə də sola göstərək. Yəni burada avtomatik artıq solda qalacaq. Sağda, həmçinin yuxarıda. Ancaq daha rahat olur ki, aşağıda olsun, standart olduğu kimi. Bu seçim isə knopki panel zadaç. Məsəl üçün bir neçə provodnik var sizdə. Belə deyək, bir neçə papka açmısınız, korзина açmısınız. Əgər siz New Group 1 seçsəz, gördüyünüz kimi belə də olacaq. Yəni bu çox sayda artıq dolduqca burada əlavə seçim yaranacaq. Məsəl üçün bir dənə də əlavə seçim. Yəni çox açıqda burada artıq yer qalmayacaq və get-gedə yığılacaq. Ona görə özü qruplara bölüb, belə deyək, papkaları bir yerə, məsələn, brauzerləri bir yerə yığır. Gördüyünüz kimi daha qısa yol kimi asan olur. Bu qədər.